Deməli, bugünkü dərsimiz iqlim qurşaqlarıdır. İqlim qurşaqları haqqında məlumat əldə edəcəyik. Deməli, biz iqlim qurşaqları nədir? Ümumiyyətlə, iqlim nədir? İlk olaraq onu müəyyən edək. İqlim bir ərazidə daimi təkrarlanan çoxillik, eyni ərazidə çoxillik təkrarlanan hava rejimidir. İqlimin də belə deyək, 13 iqlim tipi var Əlisovun təsnifatına görə. Onlardan 7-si əsasdır, 6-sı keçiddir. Əsaslar hansılardır? Əsaslar ekvatorial iqlim qurşağıdır. Tropik iqlim qurşağıdır əsas. Yəni ekvatorial bir dənədir, tropik 2 cənub və şimal. Sonra mülayim cənub və şimal, bir də arktik cənub və şimal olur. Bunlar 7 dənə əsas iqlim tipi var. Keçidlərdə isə subla başlayır. Subtropik, subekvatorial, subarktik iqlim qurşaqlarıdır. Bunların da bir xüsusiyyəti var ki, əsas iqlim qurşaqlarında öz hava kütləsi var. Keçid iqlim qurşaqlarının öz hava kütləsi yoxdur. Məsələn, mülayim hava kütləsi il boyu mülayim belə deyək də rütubətli və yaxud da ki, ekvatorial il boyu isti rütubətli. Məsələn, tropik yay məsələn olur, nə vaxt daxil olarsa isti quru hava şəraiti daxil edir, yəni oranı yaradır o hava kütlələri. Ona görə hər biri keçid iqlim qurşaqlarında bu hava kütləsi yoxdur. Əsas iqlim qurşaqlarında isə bu hava kütləsi var. Gəlin ilk olaraq arktik iqlim qurşağından qeyd edək. Arktik iqlim qurşağının bəzi xüsusiyyətləri var. Bax, məsələn, yüksək təzyiq sahəsində yerləşir. Bəli, qütb yüksək təzyiq sahəsidir. Yüksək təzyiqdə təbii ki, enən hava olacaq. Sonra günəş albedosu ümumiyyətlə çoxdur, çünki əks etdirmə qabiliyyəti buzlaqlardan ibarətdir. Qütb gecə və gündüzləri müşahidə olunur bu iqlim qurşağında. İl boyu hava kütlələri belə deyək də eyni hava kütləsinə məruz qalır, arktik hava kütlələrinə və heç bir iqlim vilayətinə bu bölünmür. Deməli, burada cazibə qüvvəsi çox olur qütblərdə və bu əsasən arktik iqlim və antarktik iqlim qurşaqları, Antarktik iqlim qurşağı, antiarktik iqlim qurşağı əsasən Antarktida belə deyək də materik və onun ətrafı bu hissələrini əhatə eləyir. Şimalda isə əsasən fikir verin, Baffin torpağının şimal hissələri, yəni Şimali Amerikanın Kanada Arktik arxipelagının çox hissəsi bura düşür. Məsələn, Baffin torpağının yuxarı hissəsi Ellesmere, sonra Victoria kimi adalar var ki, burada yerləşən Kanada Arktik arxipelagında yerləşən adalar. Sonra Qrenlandiya ümumiyyətlə adası, Asiyanın şimal hissələri, ondan sonra Sibirin şimal hissəsi, bax bu ərazidədir. Bir də Şimal Buzlu okeanda yerləşən adalar əsasən arktik iqlim qurşağında yerləşir. Sonra, bax bunun diaqramlarına fikir verin. Bax, qışda çox -30 dərəcələrə qədər temperatur və ondan aşağıda temperatur düşür. Yayda isə 0 dərəcədən 5 dərəcə arasına qədər belə deyək, qalxa bilir. Bax, bunun yağıntıları miqdarı da çox azdır. Fikir verin. Yəni ortalama 100, 150, 200 belə millimetr yağıntı alır. Ona görə bunun yağıntı miqdarı azdır. Bu arktik iqlim qurşağının belə deyək diaqramıdır. Bu da cənub arktikdir. Fikir verin uşaqlar. Şimal hissədə yerləşən diaqramlarda A formasında belə deyək temperatur xətti çəkilir. Bunu yəqin ki bilirsiniz. Buradan çəkilən xətt temperaturu göstərir. Buradakı bu dama sütunları, rəngli sütunları isə yağıntının miqdarını göstərir. Bu da yağıntı şkalasıdır. Burada isə temperatur şkalasıdır. Bax bu diaqramı belə bilin. Cənubda isə bax bu formadadır. Yenə temperatur aşağıdır. Qış ayları daha çoxdur və yağıntının miqdarı da azdır. İndi burada deyərsiniz, ay müəllim, mən niyə burada belə deyək də may, iyun, iyul, avqust ayına düşür bunların qışı? Bunların qışı elə düşür. Niyə görə? Bizdə məsələn yay olanda onlarda qış olur. Onlarda qış olanda bizdə yay olur. Və yaxud da bizdə qış olanda onlarda yay olur. İndi bizim yayımızı deməliyik ki, şimal yarımkürəsində, yəni buna görə bizim yayımızı deməliyik ki,
onların qışı olsun, yəni cənub yarımkürəsində yerləşən. Bax ona görə bunu sizi bu çaşdırmasın. Burada A şəkilli diaqramdır, burada isə V şəkilli diaqramdır. Sonra subarktik iqlim qurşağı gəlir. Subarktik iqlim qurşağı da əsasən yenə temperatur qismən keçid iqlim qurşağıdır, öz hava kütləsi yoxdur. Qışı arktik hava kütlələri təsir edir, havanın soyuq hava kütlələri daxil olur. Yay isə əsasən mülayim hava kütlələri daxil olaraq havanı qismən mülayimləşdirir. İndi burada hansı ərazilərdə yayılıb subarktik iqlim qurşağı? Gəlin indi ona baxaq. Subarktik iqlim qurşağının ən əsası İslandiya adasıdır. Sonra Şimali Amerikanın şimal hissələridir. Yenə burada qeyd etdiyimiz kimi Baffin torpağının artıq cənub hissəsi də düşür bura. Sonra Şimali Amerikanın, Kanadanın şimal hissələri, Alyaskanın şimal hissələri bax bura daxildir. Sonra burada gəldik, deməli Şimali Avropanın, yəni Norveçin şimal hissələri. Burada bununla yanaşı Skandinaviyada belə deyək, Skandinaviyanın şimal hissələri, Rusiyanın, Avropanın şimalı, Sibirin qütb dairəsi hissələri, Sibirin qütb dairəsinə düşən hissələri əsasən subarktik iqlim qurşağında yerləşir. Bunun diaqramına baxsaq, Avropada, Sibirdə və Şimali Amerikada fikir verin. Burada artıq temperatur 10 dərəcəyə qədər yaxın olur, çünki cənuba doğru gəlir, yəni artıq mülayim də təsir edir buna yayda təsir elədiyindən. Burada yenə temperatur 0 dərəcədən qışda isə aşağı olur. Yağıntıların miqdarı da təqribən 100-200 arası olur. Avropa hissəsində yenə 10 dərəcəyə qədər və mənfi temperatur, qışda isə yağıntılar yenə az. Sibir bölgəsində də daha kontinental, yəni burada artıq 10 dərəcədən də yuxarı 15 dərəcəyə qədər qalxır. 300 mm yağıntı və mənfi 20 dərəcəyə qədər temperatur aşağı düşür. Bu oldu subarktik iqlim qurşağının xüsusiyyətləri və sonra gəlir mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağının deməli 3 əsas tipi var və mülayim iqlim qurşağında belə deyək, mülayim mussondur, kontinentaldır, daha doğrusu 4 dənə dənizdir. Deməli mülayim kontinentaldır, kəskin kontinentaldır, mussondur. 4 iqlim tipi var. Deməli musson iqlim tipi, daha doğrusu dəniz iqlim tipi materiklərin qərbində yerləşir. Burada gördüyünüz işarə etdiyim ərazilər deməli mülayim dənizin yerləşdiyi ərazilərdir. Mülayim dəniz iqlim tipi əsasən bax Avropada İrlandiya adası, Böyük Britaniya adası, Norveç, Danimarka kimi Qərbi Avropa ölkələri və Fransanın ümumiyyətlə sahil boyu, Atlantik sahili boyu adaları bura düşür. Sonra burada qeyd edə bilərik, bundan yanaşı burada Jutlandiya yarımadası da burada düşür, yəni Danimarkanın yerləşdiyi və Almaniyanın. Sonra burada daha sonra biz Alyaska, Şimali Amerikada Alyaska yarımadası və Alyaska körfəzi ətrafı əraziləri biz mülayim dəniz iqlim tipində yerləşdiyini biz bilməliyik. Sonra burada isə Kamçatka yarımadası və belə deyək də Alyut adaları mülayim dəniz iqlim vilayətində yerləşir və cənub hissədə isə fikir verin, Çilinin qərb hissələri mülayim dəniz, Çili, Argentinanın qərb hissələri, yəni bu Cənubi Amerikanın cənub-qərb hissəsi. Burada fikir verin, deməli Antarktida yarımadasında 3 iqlim vilayəti yerləşir. O məsələn arktik, subarktik, bir də mülayim dənizi də burada yerləşir. Bir də ki, burada fikir verin, əsas deməli Yeni Zelandiyanın cənub hissələri, Yeni Zelandiyanın cənub adasında isə cənub hissəsi, bir də Tasmaniyanın cənub hissəsi əsasən mülayim dəniz iqlim vilayətində yerləşir. Mülayim dənizin diaqramı necədir? Buna fikir verək. Deməli, mülayim dəniz iqlim tipində belə deyək, bu ərazilərdə həm də cəryanların təsiri ilə də hətta fikir verin, Avropa hissələrində mülayim dəniz iqlim tipi biraz da yuxarıdan keçib. Çünki normalda bu gəlib belə getməli idi, ancaq bu mülayim dəniz iqlim tipi buna təsir edib. Fikir verin, burada yağıntıların miqdarı təxminən 900 mm qədərdir.
deməli, yayı 10 dərəcədən yuxarı, ortalama 15 dərəcəyə qədər, qışı isə deməli mənfi temperatura düşmür, yəni 0 dərəcədən yuxarı olur. Yadınızda saxlayın. Mülayim dəniz iqlim vilayəti, iqlim tipi yayı 15 dərəcəyə qədər, qışı isə 5 dərəcəyə qədər temperatur olur. Yəni 5-15 dərəcə arası dəyişir. Yəni qışı mənfi temperatura düşmür. Mülayim dəniz iqlim tipi. Sonra burada biz qeyd edə bilərik nəyi? Biz burada qeyd edə bilərik növbəti iqlim tipimiz mülayim kontinental. Mülayim kontinental iqlim tipi isə əsasən belə deyək, burada artıq materiklərin daxilinə doğru getdikcə belə deyək, quruluq, kontinentallığın artdığını müşahidə edəcəyik. Bu mülayim kontinental hansı ərazilərdə yayılıb? Mülayim kontinental. İndi ona baxaq. Məsələn, biz burada Şərqi Avropa düzənliyini qeyd edə bilərik burada. Yəni burada Karpat dağlarından və hətta belə deyək də Qərbi Avropanın bir hissəsi də, yəni buradan ta ki Ural dağlarına qədər olan böyük bir məsafəni əhatə edən Şərqi Avropa düzənliyini əhatə edir. Mülayim kontinental. Sonra burada Kordilyer dağlarının mərkəzi hissələrini əhatə edir. Mülayim kontinental. Sonra cənub hissədə isə burada da La Plata, daha doğrusu Patagoniya yaylasının mərkəzi hissələri və şərq hissələri mülayim kontinental iqlim vilayətinə aiddir. Bunun diaqramına baxaq, görək necədir. Deməli, fikir verin, burada da temperatur 15 dərəcə qədər yayda isti olur. Qışda isə mənfi temperatura düşür. Artıq kontinentallıq artdıqca dedim axı, kontinentallıq artdıqca mənfi temperatura da gedib çıxır və yağıntıların miqdarı əvvəl mülayim dənizdə 900 idisə, indi düşdüyünə qədər 600 millimetrə qədər belə deyək də yağıntının miqdarı çıxdı. Deməli, mülayim kontinental iqlim vilayətinin də əsas xüsusiyyətləri bunlar idi. Deməli, hansı əraziləri əhatə edirdi? Burada fikir verin, Şərqi Avropa düzənliyi, elə burada Almaniya, Polşa ovalığının bir hissəsi, sonra burada qeyd edə bilərik Karpat dağları hissələr, sonra bu ərazilər əsasən mülayim kontinentalın hissəsidir və Xəzər dənizinin şimal-qərb hissələri bura daxildir. Kordilyerin mərkəzi hissələri bura daxildir. Burada da həmin qeyd etdiyimiz hissə daxildir. Deməli, yayı 15 dərəcəyə qədər, qışı isə olacaq mənfi temperatur. Sonra kəskin kontinental iqlim vilayəti var. Mülayimin kəskin kontinental iqlim vilayəti əsasən burada biz qeyd edəcəyik hansı hissələri? Orta Sibir yaylası ərazilərini, Orta Sibiri, sonra ondan sonra burada Qərbi Sibir, Orta Sibir, Qərbi Sibiri biz burada qeyd edəcəyik. Mərkəzi Asiyanın şimal hissələrini biz burada qeyd edəcəyik. Sonra burada qeyd olunacaq qırmızı belə deyək qum səhrası, qırmızı qum səhrası da bax burada düşür. Qırmızı qum səhrası bu əraziyə düşür. Mülayim kontinental, Altay Sayan dağları buradadır. Qazaxıstan, Monqolistan kimi ərazilər mülayim kontinentaldır Asiyada. Deməli, Şimali Amerikada isə əsasən Şimali Amerikanın mərkəzi və göllər ətrafı olan ərazilər daha çox mülayim kəskin kontinental tipinə aiddir mülayimin. Deməli, hansılar oldu? Bir Asiyada, bir də Şimali Amerikada kəskin kontinental var, cənubda yoxdur. Burada Şimali Amerikada yerləşir göllər, böyük göllər ətrafı, mərkəzi hissələri. Burada isə Qərbi Sibir, Orta Sibir, Mərkəzi Asiyanın şimal hissələri, deməli, burada yerləşəcək Qızıl Qum səhrası burada yerləşir. Ondan sonra Monqolistan, Qazaxıstan kimi ərazilərdə bu mülayim, kəskin kontinental mülayim iqlim tipi var. İndi burada baxaq kəskin kontinental mülayim tipinin belə deyək diaqramlarına. Fikir verin, 20 dərəcəyə qədər yayda temperatur arta bilir. Yağıntının miqdarı 300 mm, mənfi 20 dərəcəyə qədər də qışda düşür. Fikir verin, burada mənfi 20 dərəcəyə qədər düşür.
Burada -20 dərəcəyə qədər, yayda isə artır. Yağıntının miqdarı azalır. Bax, burada fikir verdiniz. Burada necə idi? 15 dərəcədən -10 dərəcəyə qədər idi. Artıq burada 20 dərəcədən -20 dərəcəyə qədər kontinentallıq artdı. Yağışın da miqdarı təbii ki, nə oldu? Azaldı. Sonra mülayim musson iqlim vilayəti hansı ərazilərdə yayılıb? Əsasən yalnız Asiyada yayılıb və Sakit Okean sahillərində yayılıb. Yay ayları yağıntıların miqdarı artır, qışda isə temperatur mənfiyə düşür. Burada yadınızda saxlayın. Bir dənə burada mülayim dənizdə idi ki, temperatur mənfiyə düşmürdü qış ayları. O da cəryanların, isti cəryanların təsiri nəticəsində baş vermişdi. Və hansı ərazilərə yayılıb? Məsələn, burada Oxud dənizi, Saxalin adası, ondan sonra burada qeyd edə bilərik Yapon dənizi, sonra Koreyanın şimalı, Şimali Koreya, sonra Yapon adalarından Hokkaido hönüsünün yarı hissəsi, Rusiyanın Asiyada sahilində olan hissələri, Asiya sahillərində olan hissələri, sonra Amur çayının mənsəbi. Bax, bu ərazilərdə əsasən nə olur? Mülayim musson iqlim vilayəti yerləşir və bu diaqrama yenə baxaq. Burada da deməli temperatur mənfiyə düşür 10 dərəcəyə qədər. Yayda isə temperatur 28 dərəcə qədər çıxa bilir. Yağıntıların miqdarı yenidən artır. 900 millimetrə qədər, 1000 millimetrə qədər yağıntıların miqdarı düşə bilir. Bunu da yadımızda saxlayaq. Deməli, yeganə mülayim iqlim tipinin, yarım tipinin mənfi temperatura düşməyəni mülayim dəniz idi. Yadınızda saxlayın. Sonra Aralıq dəniz iqlim tipi, bu artıq subtropik iqlim tipi gəlir. Yəni keçid iqlim tipidir. Aralıq dəniz iqlim tipi subtropik iqlim tipinin qərbində yerləşir. Məsələn, şimali hissələrdə elə Aralıq dəniz iqlim tipi Aralıq dəniz ölkələri, əraziləri və Şimali Afrika və Cənub-Qərbi Asiyanın şimal hissələrini əhatə edir. Aralıq dəniz iqlim vilayəti burada məsələn Piriney, Apennin, Balkan yarımadası, Azərbaycan, Kiçik Asiya yarımadası bura daxildir və Şimali Amerikada əsasən Şimali Amerikanın qərb hissəsi, Kordillerin sahil dağları və mərkəzi hissə, Kolorado platosu əraziləri, hətta böyük hövzə hissələrində qərb hissələri əsasən Aralıq dəniz iqlim vilayətində yerləşir. Cənubda isə fikir versək, Cənubi Amerikanın qərb hissəsi bax bu ərazidə yayılıb. Sonra Afrikanın cənub-qərbində Cape Town şəhərinin yerləşdiyi ərazidə, bu da Avstraliyada qərb hissəsində Perth şəhərinin yerləşdiyi ərazidə yayılıb. Deməli, Şimal Aralıq dəniz iqlim vilayəti deməli qışda yağıntılı olur, yayda isə quraq keçir. Temperaturda 25 belə deyək 5 dərəcə temperatur arasında dəyişir. 25 dərəcə, yəni 5 dərəcə yaxın qışda, 25 dərəcəyə yaxın isə yayda temperaturu olur və yağıntıların miqdarı da əsasən qış ayları çox olur. Burada cənubdur, burada bunun əksidir. Fikir verin, burada yağıntılar bizim yayımız, yəni onların qışı olur. Temperaturda 5-25 arası belə dəyişir. Sonra gəldik buradan subtropikin kontinentallığı. Artıq kontinentallıq artdıqca quruluq da artır. Burada isə Mississippi hövzəsi ətrafı hissələr Şimali Amerikada. Burada əsasən İranın şimal hissələri, Mərkəzi Asiyanın ümumiyyətlə mərkəzi hissələri və dağlıq hissələridir. Bura düşür. İranın şimal hissələri də burada düşür. Pakistanın şimal-qərb hissəsi bu ərazilərə düşür. Burada isə Argentinanın mərkəzi hissələri əsasən subtropik kontinental iqlim tipindədir. Bir də Avstraliyanın Nallarbor hövzəsi, düzənliyi ətrafı ərazilər isə əsasən subtropik kontinental iqlim tipində yerləşir və bunun iqlim diaqramına baxaq. Deməli, burada temperatur 25 dərəcə, yay qışda isə 5 dərəcəyə qədər, -5 dərəcəyə qədər düşür. Yağıntılar da əsasən belə deyək azdır. Daha çox hissəsi də yayda düşür. Çünki yayda mülayim təsir elədiyindən. Sonra
Subtropik musson var, mülayim musson da var, subtropik mussonu da var. Subtropik mussonunda fikir verin uşaqlar. Temperatur mənfiyə düşmür, qış ayları yay ayları isə 25 dərəcəyə qədər temperatur olur. Yağıntılar da əsasən yay dövründə düşür, yəni yayda olur. Hansı əraziləri əhatə edir? Ümumiyyətlə Şimali Amerikanın şərq hissələri bu mülayim musson iqlim tipində yerləşir. Sonra biz burada qeyd edəcəyik mülayim musson iqlim tipinə, yəni hansı ərazilərdə yayılıb? ABŞ-ın şərqində, Appalas dağlarının şərq hissəsində bu iqlim tipi yayılmışdır. Avrasiyada isə bu hansı ərazilərdə yayılıb? Avrasiyada isə biz qeyd edəcəyik mülayim iqlim tipini, daha doğrusu subtropik belə deyək də musson iqlim tipi, subtropik mussonu Böyük Çin düzənliyində fikir verin bura. Böyük Çin düzənliyi hissələri əsasən bura düşür və burada Yaponiyanın və Koreyanın cənub hissələri və Çinin şərqi düşür. Bu fikir verin, Koreyanın cənubu, Yaponiyanın cənub adaları, Böyük Çin düzənliyi və Çinin şərq hissəsi bura düşür. Ümumiyyətlə subtropik mussona düşür və bunun diaqramını da qeyd elədik. Burada mənfiyə düşmür subtropikdə, ancaq mülayim mussonunda mənfiyə düşür. Yağıntılar da əsasən yay ayları düşür. Sonra il boyu rütubətli bərabər paylanan iqlim tipi. Subtropikin 4 dənə iqlim tipi var idi. Bu da axırıncıdır. Ancaq bu şimalda yoxdur, ancaq cənubda var. Materiklərin şərq hissəsində, məsələn, Cənubi Amerikanın şərqində, Cənubi Amerikanın şərqində. Sonra biz burada Avstraliyanın şərq hissəsində, bir də ki, Tasmaniya adasının şimali hissəsi və Yeni Zelandiyanın şimal adası da yadınızda saxlayın ki, həm subtropikə düşür. Subtropikin deməli bərabər rütubətlisinə, həm də mülayimin dənizinə. Burada da Tasmaniyada mülayimin dənizi, bir də subtropikin bərabər rütubətlisinə düşür. Və burada da hətta Yeni Zelandiyanın şimal adasının bu hissəsi də tropikə düşür. Tropikin şərqində bərabər dəniz iqlim tipinə düşür. Bunun da iqlim diaqramı cənub yarımkürəsində bax belədir. 20 dərəcədən 10 dərəcə arası dəyişir. Yağıntılar miqdarı da il boyu bərabərdir. Sonra tropik gəlir. Tropik özü 2 yerə bölünür. Kontinental, bir də dəniz tropik. Kontinental tropiklərə fikir versək, bura Kaliforniya yarımadasının əhatə edir. Burada deməli Afrikanın şimal, cənub-qərbi Asiya hissələrini əhatə edir. Burada Avrasiyada Tar səhrasında tam zolaq əmələ gətirmir. Avrasiyada tam zolaq əmələ gətirmir. Bunun da səbəbi musson küləkləridir. Cənubda isə fikir verin Atakama səhrası ətrafı, yəni Peru, Çili, qərb hissələri, sahilləri burada soyuq cəryanların təsiri nəticəsində ən çox bu tropik belə deyək də səhra iqlim tipi vilayət formalaşmışdır. Sonra burada Afrikanın Namibiya səhrası ətrafı və qərb hissələri bu iqlim vilayətindədir. Bir də Avstraliyanın böyük bir hissəsi, mərkəzi və qərb hissələri əsasən tropikin səhra iqlim vilayətində yerləşir. Bunun diaqramına baxaq. Şimalda görürsünüz yağıntılar miqdarı çox azdır, temperaturda 30 dərəcədən çox, belə deyək də 18-19 dərəcəyə qədər düşür. Yəni il boyu istidir. Şimalda isə əksinə baxın, yağıntıların miqdarı belə deyək az. Bu da 30-20 və yaxud da 19 dərəcə arası dəyişir. Yenə də cənub yarımkürəsində bunlar yerləşir. Sonra rütubətli tropik iqlim vilayətinin baxaq. Əsasən materiklərin şərqi hissəsini əhatə edir. Burada məsələn Yucatan, Kuba, Haiti, Yamayka, Puerto Rico adaları bura daxildir. Karib dəniz hövzəsi də bu ərazilərə daxildir. Yağıntılar il boyu bərabər paylanır. Rütubətlidir. Temperatur da 20-30 dərəcə arası dəyişir. Sonra deməli Cənubi Amerikanın deməli cənub-şərq hissəsi Rio de Janeiro şəhəri də bura düşür. Yadınızda saxlayın. Sonra burada Madaqaskarın cənubi hissəsi bu əraziyə düşür əsasən.
Sonra burada elə Afrikanın daha doğrusu şərq hissəsi də bu ərazidədir. Bir də burada Avstraliyanın şərq sahilləri, yəni Böyük Suarcı dağlarının şərqin ətəklərində bu iqlim vilayəti formalaşır. Buna da əsas təsir edən yenə də isti cəryanların bura, şərqlərində isti cəryanlar bura təsir edir. Yağıntının yağmasına, rütubətli olmasına, qərbində isə soyuq cəryan isə havanın quru olmasına gətirib çıxardır. Sonra növbəti bizim iqlim qurşağımız subekvatorial iqlim qurşağıdır. Bu da əsasən ekvator boyu onun ətrafında olan əraziləri əhatə edir və biraz da simmetriya təşkil edir. Deməli, bu subekvatorial iqlim qurşağına fikir versəz, əsasən Braziliya yaylası, Orinoco, Gviyana yaylasının çox hissəsi bura düşür. Amazonun bir hissəsi bura düşür Cənubi Amerikada. Sonra burada fikir verin, deməli, Çad gölü hövzəsi ətrafı, sonra burada Efiopiya yaylası, Şərqi Afrika yaylası bu ərazilərə düşür. Ondan sonra burada məsələn Nyasa, Tanqanika, Viktoriya gölləri ətrafı ərazilər bu iqlim vilayətində yerləşir. Avrasiyada ümumiyyətlə biz fikir versək, subekvatorial iqlim qurşağı tam zolaq gətirmir, əmələ gətirmir burada. Yəni ümumilikdə zolaq gətirir, Avrasiyada tam zolaq əmələ gətirmir. Ancaq Afrika ümumilikdə belə deyək də, Avrasiyada olmasaydı belə tam zolaq gətirməyib. Çünki birləşməyib bu zolaq formasında. Deməli, Hindistandır burada, Hindistanın şimal hissələri, cənub hissələri, bundan sonra belə deyək də, şərq hissələri, sonra Hindçin yarımadasıdır. Burada Filippinin şimal hissələridir, Filippin adalarının, Yeni Gviyananın cənub hissələri, sonra Avstraliyanın York və Cape York və Arnhem yarımadaları. Bunlar əsasən subekvatorial iqlim qurşağına aiddir. Subekvatorial iqlim qurşağı temperatur ümumiyyətlə il boyu 25 dərəcə, 25-28 dərəcə arası dəyişir. Şimal yarımkürəsində yay vaxtı yağıntılı olur, 1800-1900-a qədər düşür. Cənub yarımkürəsində də əsasən bu vilayət bu formadadır, yəni qışda yağıntılı olur. Bizim qışımız da onların yayıdır, ona görə o vaxt yağıntılı dövrə keçir. Sonra gəldi ekvatorial, bu da heç bir iqlim vilayətinə bölünmür. Deməli, ekvatorial iqlim qurşağı yerləşdiyi ərazilərdən, məsələn, elə Avrasiyadan deyək, Avrasiyada məsələn Zond adalarıdır, Malakkadır, Malakka yarımadasıdır, Şri-Lankanın cənubudur, bu hissələrdir, Filippinin cənub hissələridir, sonra Yeni Gvineyanın şimal hissələridir. Bunlar ümumiyyətlə aiddir nəyə? Aiddir ekvatoriala. Sonra Şimali Amerikada ekvatorial iqlim qurşağı yadınızda yoxdur. Yadda yəni qalsın, bu iqlim vilayəti burada yoxdur. Cənubi deməli Amerikada isə Amazon hövzəsi, bir də ki Ant dağları, belə deyək, Ant dağlarının şərq hissəsi və Braziliya yaylasının şimal hissələrini əhatə edir. Bu ümumiyyətlə iqlim vilayəti Cənubi Amerikada. Sonra Afrikada isə Konqo çökəkliyini əhatə edir. Bir də Qvineya körfəzi sahilləri, Qvineya körfəzinin sahillərini ən çox əhatə edən belə deyək də iqlim vilayətidir, iqlim tipidir. Ekvatorial iqlim qurşağı deməli 25 dərəcədən yuxarı olur temperatur, yağıntıların il boyu çox olur, 2000-3000 mm-ə qədər arası dəyişir. Yağıntıları demək olar ki, il boyu bərabər formada düşür. Bax, bu iqlim diaqramlarında əsas bu xüsusiyyətlərə diqqət edirsiniz. Burada məsələn diaqramlar, xəritələr üzərində baxıb bunları işləyirsiniz inşallah. Bu qədər.